Toplum TV işi üzrə həbsdə olan jurnalist Fərdi İsmailov proseslərin ədalətsiz keçdiyini əsas gətirərək məhkəməyə yetirilməməsini tələb edib. Martın 2-si Bakı Ağır Cinayətlər Məhkəməsində çıxış edən jurnalistin vəsadəti təmin edilməyib. Stat: İndiyə kimi məndən çox vəsadət verən olmayıb burada. Hətta Əli Zeynal mənimlə zarafat edir buna görə. Heç birini təmin etməmisiniz. Cinayət işində mənimlə bağlı yeganə məqam odur ki, Toplum TV-də jurnalist işləmişəm. Mən başa düşmürəm, Toplum TV silahlı qruplaşmadır nədir? Bizim efirimizə parlamentin deputatları çıxıb. Statın sonu. 3-cü Respublika platformasının spikeri və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov isə məhkəmə protokollarının saxtalaşdırılmasından danışıb. Onun sözlərinə görə Prezident İlham Əliyevin adını çəkdiyi, ailə hakimiyyəti və diktatura kimi ifadələr işlətdiyi çıxışları məhkəmə protokollarında öz əksini tapmır. Hakim Azər Tağıyev bunu belə əsaslandırıb ki, sözü gedən ifadələr cinayət işinin predmetinə aid deyil və bu səbəbdən protokola salınmır. Akif Qurbanovun vəkili Fuad Ağayev bildirib ki, Toplum TV işi üzrə təqsirləndirilənlərin saxlanılması, ofis və evlərində axtarışın aparılması məhkəmə qərarı olmadan həyata keçirilib. Stat: Bu bəyəm terrorçuluq, qətl işidir ki, məhkəmə qərarı olmadan bu hərəkətləri keçirməyə zərurət olsun? Digər bir məsələ hal şahidləri ilə bağlıdır. Təsəvvür edin, 3 hal şahidi istintaq orqanının bütün prosesual hərəkətlərində səhərdən axşama kimi onları müşahidə edib. Yəqin ki, az da qalmayıblar, yeyib içiblər. Bu məsələlər bütün bu cinayət işinin mexanizmini ifşa edir. Statın sonu. Toplum TV işi üzrə ümumilikdə 10 nəfər cinayətçi açılıb. Onlar qaçaqmalçılıq daxil bir neçə maliyyə cinayətində ittiham olunur. Özləri ittihamları rədd edir və siyasi sifarişlə həbs olunduqlarını bildirirlər.